Bu günləri gedirik bu gözəl otağa xalça almağa və divan üzlüyü sifariş vermişik, onu götürməyə. Öncə xalça mağazasına gəlirik. Bir-birindən gözəl xalçalar, hər zövqə, hər dizayna uyğun xalçalar var. Həqiqətən də seçim etmək çox çətindir. Çeşid çox olduqca adam bilmir ki, hansını seçsin. Amma onu bilirəm ki, mən kvadrat deyil də ovallı dairə xalça istəyirəm. Rəngini isə açıq isti tonlarda istəyirəm, bej rəngdə. Məsəl üçün burada 3 xalçadan xoşum gəldi. Sağ olsunlar. Üçünü də sərdilər yerə. Baxım hansını seçirəm. Burada deyirəm ki, sən eləndin, bizimlə deyilsin. Qaldı bu ikisinin arasında seçim etmək. Xalçamızı alırıq, gəlirik evə. Evə gələn kimi keçirəm yeni aldığım divan üzlüklərini keçirməyə. Bu divan üzlüklərini yeni tikdirmişik. Divanı alanda demişdim ki, üzlük salmayacağam. O görüntüdən xoşum gəlmir, amma uşaqlı ev olduğu üçün divanda ləkə qaçınılmazdı. Ona görə qərara gəldim ki, divanın öz parçasından alım, ustaya verim, divana üzlük tikdirsin. Gördüyünüz kimi burada da qolluğu göstərirəm. Qolluğu çıxardıb ustaya vermişdik, onun ölçüsündə tikdiribdi. Qolluqları rezinli etmişəm ki, kirlənəndə rahat çıxardıb yumağa. Baxın, heç divandan yəni seçilmir. Elə bilin ki, elə özüdür. Sizlərə də məsləhətim odur ki, yeni divan almısınızsa, əgər açıq rəngdədirsə, mütləq ki, onun parçasından da alın, verin, usta tiksin, keçirin, heç bilinməyəcək. Digər divanın da üzlüyünü salıb, qolluğunu da bağlayırıq və keçirik yeni aldığımız xalçanı sərməyə. İki xalça arasında gedib gələndən sonra sonda seçimim bu açıq bej rəngdə olan xalça oldu. Bir anlıq fikirləşdim ki, divanların qarşısına aval xalça çox gözəl yaraşacaq. Xanımlar, mən xalçamı çox bəyəndim. Bu da evin son halı. Həm divan üzlükləri divana çox gözəl yaraşdı, həm də xalça zala çox gözəl yaraşdı. Sizlər necə, bəyəndinizmi? Gözəl fikirlərinizi, rəylərinizi gözləyirəm. Hələlik.